Salam, hörmətli izləyicilərim. Bugün sizə çox gözəl bir naxışın toxunmasını istəyirəm göstərim. Bunda toxunması asandır, görünüşü də çox gözəl. Bunu yay jiletlərinə, yay jaketlərinə, nəyə istəsəz toxuya bilərsiniz. Jaket toxuyursunuz ətək hissəsinə, jiletin də ətək hissəsində belə yuxarısının naxışına toxumaq olar, rezinka əvəzi bunu. Bunda sapındakı 100 qramlıq 250 metrəlik sapdır. İlməkləri də 3-3 sayırıq. Artıq nə qədər istəsəz 3-3 artırırıq da buradan. Rezinkanı da kim necə istəyir elə də toxuya bilər. Bu cür də toxuya bilər. 1-2 sırada artıq toxuyub bunu düz dayansın deyə. Bu da buranı bir tək bir düz, iki düz toxumaq olar. Bunun üçün də mən milmə yığıram. 3, 18, 2 də kənar ilmək yığacam. 20 ilmək yığacam milmin üstünə. 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20 ilmək. Mən də burada 2 sıra toxuyacağım. Bir tərs, bir düz toxuyacağım. 2 sıra. Birinci ilməyi də toxuyuram. Birinci sıra olduğuna görə. Axıra qədər bir tərs, bir düz toxuyuram. Şimdi arxa üzərində bir sıra bir tərs toxuyuram. Siz bu rezinka hissəni nə qədər istəyirsiniz, o qədər də toxuya bilərsiniz. Arxadan bir tərslər tərs, düzlər də düz. Şimdi bura düz üzdür. Düz üzdən bir sıra düz toxuyuram. Axırıncını da tərs toxudum. Tərs üzdən də bir sıra tərs toxuyuram. Bütün ilməkləri.
Belə, indi burada düz üzdə, bütün ilməklər düzdür. Mən indi kənar ilməyi götürürəm bir dənə. Buradan bir artırma eləyirəm. 2 ilməyi götürdüm buradan. Bir yerdə bir ilmək çıxardım. Mildən çıxarmıram. Sonra bu 2 ilməyin içindən 3-cü ilməyi götürürəm. 3-ünün içindən bir ilmək çıxardıram. Burada 3 ilmək oldu. Birini artırdım, 2 də bu. Yəni artma, əksilmə olmadı. Yenə birini artırdım. Bir ilmək çıxardım. İkisindən. 3-cü ilməkdən sonradan 3 ilməkdən yenə bir ilmək çıxardım. Yenə birini artırdım. 2 ilməkdən birini çıxardım. Mildən çıxarmıram. Sonra yanındakı 3-cü ilməyi də təzədən 3-ünün içindən bir ilmək çıxardıram. Yenə birini artırdım. Bir ilmək çıxardım 2 ilməkdən. Sonra 3-cü ilməyi də 3-ündən bir dənə çıxardım. Birini artırdım. Bir ilmək çıxardım. Sonra 3 ilməkdən bir ilmək çıxardım. Yenə artırdım. 2 ilməkdən bir ilmək çıxardım. Yanındakına bir yerdə 3 ilməkdən bir ilmək. Kənardakı ilməyi də tərs toxudum. İndi arxa tərəfdən bu kənarı götürdüm. Burada bir artırma elədim. Bu 2 ilməkdən bir ilmək çıxardım. Sonra təzədən bu yanındakı artırdığım ilməyi də bir yerdə 3-ündən bir ilmək çıxardım. Düz üzdən necə toxumuşduqsa, arxa üzündən də elə toxuyuruq. Yenə birini artırdım. Bu 2 ilməkdən bir ilmək çıxardım. Mildən çıxarmadım. Sonra təzədən bu artırdığım ilməyi də götürürəm. 3-ündən bir ilmək çıxardım. Yenə birini artırdım. 2 ilməkdən birini çıxardım. Təzədən artırdığım ilməklə bir yerdə 3 ilməkdən birini çıxardım. Axıra qədər belə toxuyuram. Axırıncıdır. Yenə belə birini çıxardım. 3 ilməkdən də bir ilmək yenə çıxardım. Kənarıdakı ilməni də tərs toxudum. Belə. İndi bu üzdən təzədən kənar ilməyi götürürəm. Yenə bir artırma eləyirəm. 2 ilməkdən birini çıxardıram. Sonra bunu buradan 2 ilməkdən bu artırdığım ilməklə bir yerdə 3-ündən bir ilmək çıxardıram. Yenə artırma eləyirəm. 2 ilməkdən birini çıxardıram. 3 ilməkdən artırdığım ilməklə bir yerdə 3-ündən bir ilmək yenə çıxardım. Bir artırma elədim. İkisindən bir ilmək çıxardım. Təzədən bu artırdığım ilməklə bir yerdə çıxardım. Bu sıranı da belə toxuyuram. Burada heç bir dəyişiklik olmur. Hər iki üzdən eyni toxunuş olur. Yenə artırdım. 2 ilməkdən birini çıxardım. Bu ilməklə bir yerdə 3-cü ilməyi də artırdığım ilməklə bir yerdə çıxardım. Kənardakı ilməyi də tərs toxudum. İndi arxa üzdən yenə
hamısını bayaq necə eləmişdiksə o formada yenə burada artırma eləyirəm. İkisindən birini çıxardıram. Mildən çıxartmıram. Bu artırdığım ilməklə buradan toxumadım. Mildən çıxartmadım. Üçüncü ilməklə bir yerdə çıxardım. Bir artırma eləyirəm. İki ilməkdən birini toxuyuram. Mildən çıxartmıram. Bu üç ilməyi bir yerdə yenə çıxardıram. Yenə ikisini toxudum, çıxartmadım. Üçüncü ilməyi götürürəm. Üç ilməyin üçündən bir yerdə çıxardım. Kənarda toxudum. Belə bu formada bir naxış alınır. Bu əvvəl toxuduğumdur. Bu da indi toxudum. Sağ olun. Gələn videomda görüşənə qədər.